Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, Namazov kitabımızdan dəyişən olan ifadələri yazırıq. Bundan əvvəl iş dəftərindən yazmışdıq. İndi Namazov bundan sonra da inşallah güvənlə paylaşım edəcək. Demək, gələk A variantı. Dərsin izahını yəqin ki, bir çoxunuz bilirsiniz. Yenə də izaha ehtiyacı olan misalları izah edəcəm. Deməli, A-nın 6 misli ilə deyir, B-nin 8 mislinin fərqini riyazi ifadə şəklində yaz. A-nın 6 misli nə deməkdir? Yəni, A-nı 6-ya vurmaq deməkdir. B-nin 8 misli nə deməkdir? Yəni, 8-i B-yə vurmaq deməkdir. Fərqidir, bu da çıxılır. Yəni, burada görək 6A çıxılsın 8B-yə. Variant B. İkinci sual. Turistlər birinci gün A kilometr, ikinci gün isə bundan B kilometr çox yol getdilər. Bax, birinci gün belə məsələlərdə əgər birinci gün, ikinci gün söhbətləri olursa, çalışın ki, birinci, ikinci deyə qeyd eləyin, o şəkildə yazın, daha rahat olur. Turistlər birinci gün A kilometr, yazdıq A kilometr. İkinci gün isə deyir ki, bundan B kilometr çox. Bundan nə deməkdir? Bundan həmişə, yəni əvvəlkindən, əvvəlki nədir? A-dır. A-dan B kilometr çoxdur. Burada tam düşmür, mən sualı oxuyuram. B kilometr çox deyir, yol getdilər. Turistlər 2 günə nə qədər yol getdi? B kilometr çoxdursa, deməli A üstə gələ B olacaq. 2 günə nə qədər yol getməsi, yəni bunların ikisinin cəmidir. A üstə gələk A, üstə gələk B. Biz demişik ki, dəyişəni eyni olan dəyişənləri biz toplayıb və ya çıxa bilərik. A-nın üstünə A gəldiyimiz zaman 2A üstə gələk B. Variant olaraq C variantı. Üçüncü sual. Deyir ki, 12M vurulsun 4M, 4də 3N vurulsun mənfi 3-ə. İfadəsini deyir, əmsalını tapın. Biz belə misalda, məsələn, elə uşaq var ki, deyir ki, M-in yanında əmsal 12-dir, 4də 3-dür. Xeyr, biz bu misalı həll eləməliyik, ondan sonra əmsalını tapmalıyıq. 12 ilə 4 bilirik ki, ixtisar gedə bilər, hər tərəf 3-ə gedəcək. 3-3-ə vuranda 9, 9-u 3-ə vuranda mənfi 20, 7MN. Əmsalı mənfi 27. Variant olaraq D variantı. Dördüncü sual. Dördüncü sualı bu şəkildə mən sizə göstəreyim yenə də. Saxlayıb istəsiniz, özünüzdə çəkirsiniz. Mən bu şəkildə sizə izah edəcəm. Deyir ki, şəkildəki fiqur düzbucaqlı və kvadratdan ibarətdir. Fiqurun sahəsini x, y ilə ifadə edin. Şəkildəki fiqurun biri düzbucaqlıdır. Düzbucaqlının bir tərəfi eninə verib 9 cm, uzunluğuna verib x metr. Sahə düsturumuz düzbucaqlıdır. S bərabərdir A vurulsun B-yə. Yəni, təkrar eləyirəm. Enin 9 cm verilmişdi. Uzunluğu x cm. Yəni, 9 vurulsun x oldu. Bu düzbucaqlıdır. İndi kvadrata baxaq. Kvadratın da bir tərəfin y cm verib. Bilirik ki, kvadratın sahəsi düsturu A-nın kvadratıdır. Yəni, y-in kvadratı olacaq. Sonra fiqurun sahəsi x və y ilə ifadə edin deyəndə, yəni bunları toplamaq deməkdir. 9x üstə gələk y-in kvadratı. Variant olaraq 9xy kvadratı A variantı. 5-ci sual. Yenə ifadəsini deyir, sadələşdirin. 9 vurulsun 85 B C vurulsun 2 tam 17-də 2. Bir misalda biz birinci nə etməliyik? 2 tam 17-də 2-ni düzgün olmayan kəsrə çevirməliyik. 9 vurulsun 85 BC olduğu kimi qalsın. Düzgün olmayan kəsrə necə çevirirdik? Məxrəc olduğu kimi qalırdı. Məxrəci vururduq tam hissəyə, üstünə gəlirdik 2-ni. 17-ni 2-yə vurub üstünə 2-ni əlavə edir, gedir 36. Burada ixtisarlar gedir. 85-i 17-yə böldüyümüz zaman 5 edir. 17-ni 17-yə böləndə 1 edir. Yəni, misalımız olur ki, 9 vurulsun 5 BC vurulsun 36. 9-u 5-ə 45, 45'i de 36'ya vurduğumuz zaman 1620 BC edir. Burada nəyi soruşurdu bizdən? İfadəsi sadələşdirini soruşdu. 1620 BC variant olaraq B variantı. 6-cı sual. A-nın yerinə deyir, elə ifadə yazın ki, A vurulsun 6AB bərabərdir, mənfi 84 ABC bərabərliyi doğru olsun. Misal yazılıb ki, 6A vurulsun 6AB bərabərdir, mənfi 84 ABC-yə. Sanki bu tənlikdir. Vuruq hasil kimi götürə bilərik. Məlum olmayan vuruğu tapmaq üçün biz nə edirik? Hasili məlum olan vuruğa bölməliyik. Biz burada böldüyümüz zaman, bax, bu ilə A ilə A da gedir. B ilə B də gedir böldüyümüz zaman. Mənfi 84-ü də deməli 6-ya böldüyümüz zaman mənfi 14 edir. A bərabərdir mənfi 14 C-yə.
Bu şəkildə olur. Bərabərlik doğru olsun. -14C. Variant olaraq D variantı. 7-ci sual. Buradan görürsünüz 7-ni. 7-ci sualda deyir ki, x bərabərdir 0,2, y bərabərdir -7 olduqda 20x çıxılsın 4y çıxılsın 21 ifadəsinin qiymətini hesablayın. Yəni hesablayın ki, belə verildiyi zaman x-dən y-in qiymətlərini gətirib yerinə qoyacaq. 0,2 çıxılsın 4 vurulsun -7 çıxılsın 21 bərabərdir. 20-ni deməli 0,2-yə vurduğumuz zaman 4 edir. -4-ü -7-yə vurduğumuz zaman müsbət 28 edir. 21-də olduğu kimi qalır. 4-ün üstünə 28 gəldiyimiz zaman 32, 32-dən də 21-i çıxdığımız zaman 11 edir. Variant da A variantı. Növbəti 8-ci sual. 8-ci sual. Mən yenə misalı bu şəkildə göstəreyim sizə. Videonu saxladıb, istəsəz misalı köçürə bilərsiniz o şəkildə. Deyir ki, ayaqqabının qiyməti M manatdır. Buraya yazaq, ayaqqabı M manat. Köynəyin deyir qiyməti N manatdır. Köynək də N manat. Ayaqqabının qiyməti 25%, köynəyin qiyməti 30% endirildi. Gəlin indi 25% 30% endirilməni biz yazaq. 25% endirilmə nə deməkdir? Yəni, ümumi bizim faizimiz 100-dür də. 100-dən 25-i çıxmaq deməkdir. 100-dən 25-i çıxdığımız zaman 75% qalır. 75% özü %75 deməkdir. Yəni, 0-dan %75M. Bu şəkildə. Köynəyin qiyməti deyir 30% endirildi. Yəni, 100 çıxılsın 30 bərabərdir 70%. 70% nə deməkdir? %70 deməkdir. Yəni 0,7 N. Köynəkdən söhbət gedir. Hər ikisindən bir ədəd alan alıcı cəmi nə qədər deyir pul ödəyər? Əlbəttə ki, 0-dan %75 M, üstə gələk 0,7 N. Görək bu hardadır? M-lərlə N-lərə diqqət eləyək. C variantında. Sonra 9-cu misal. 8A çıxılsın 4B çıxılsın 15C ifadəsi toplananların cəmi şəklində yazın və dəyişən olan toplananların əmsalları cəmini tapın. Bu necə idi? Biz dərsdə necə demişdik? Çıxaq yazı üstə gələk -4B üstə gələk -15C bərabərdir. Bərabər qoymaq elə bu şəkildə əmsallarını götürüb yazaq. 8A-nın əmsalı 8-dir. -4B-nin əmsalı -4-dür. Üstə gələk -4, üstə gələk -15. Bunları mötərizədən azad eləsək, 8 çıxılsın 4, çıxılsın 15 eləyər. 8-dən 4 çıxanda 4 eləyir, 4-dən 15 çıxanda -11. Variant olaraq B variantı. Və sonuncu, 10-cu misalımız. Yazıb ki, 9x çıxılsın 12y, üstə gələk 3. Görünür burada. Birincidə deyir ki, x bərabərdir -5, y bərabərdir 3 olanda, yəni bunun qiymətini tapın. Gəlin yerinə yazaq. 9 vurulsun -5, çıxılsın 12 vurulsun 3, üstə gələk 3. 9-u 5-ə vuranda -45, çıxılsın 12-ni 3-ə vurduğumuz zaman 36, üstə gələk 3. -45-dən 36-na çıxdığımız zaman 2 dənə mənfi olanda toplayırdıq, qarşısına mənfi yazırdıq. Olur -81, üstə gələk 3. Biri müsbət, biri mənfi olduğu zaman böyükdən kiçiyə çıxırdıq, böyüyün işarəsini yazırdıq. Olur -78. Sonra axırda burada variantları düzəcək. İkincisində nə deyir? X bərabərdir 4, y bərabərdir -6. 9 vurulsun 4-ə, çıxılsın 12 vurulsun -6-ya, üstə gəlinsin 3 bərabərdir. 9-u 4-ə vurduğumuz zaman edir 36. -12-ni -6-ya vurduğumuz zaman deməli edir müsbət 72. Üstə gələk 3. 36-nın üstünə 72 üstünə 3 gəldiyimiz zaman 111 edir. Və sonuncusu, x bərabərdir -3-ə, y bərabərdir -4-ə. 9 vurulsun -3, çıxılsın 12 vurulsun -4, üstə gələk 3. 9-u -3-ə vurduğumuz zaman -27, -12-ni 4-ə vurduğumuz zaman müsbət 48, üstə gələk 3. Biri mənfi, biri müsbət deyə böyükdən kiçiyə çıxıb, böyüyün işarəsini yazırıq. Eləyir 21, üstə gələk 3, bu da edər 24. İndi burada misallar göstərilib. Qiymətləri bu şəkildə. İndi mən yazıram. Deməli, birinciyə tapdıq -78. -78 C variantındadır. Yəni 1 C'dir. İkinciyə tapdıq 111. 2 D'dir. Üçüncüyə də tapdıq ki 24. O da A variantıdır. Bu şəkildə. İndi keçək B variantına.
B variantı. Birinci sual. Yine x'in 9 ilə misli, yəni 9x, y-in 7 ilə mislinin cəminin, yəni 7y, variant D. İkinci, bir əkin yerinin sahəsi, birinci əkin yerinin sahəsi A hektardır. O biri isə deyir bundan B hektar azdır, yəni A çıxılsın B-dir. İki əkin yerinin sahələri cəmi nə qədərdir? A üstə gələk, A çıxılsın B-yə, yəni 2A çıxaq B. Üçüncü, 15n vurulsun 3-də 2n vurulsun -4 ifadəsini deyir əmsalını tapın. Gəlin birinci hesablayaq sonra. 15 ilə 3 ixtisar gedir. Burada qalır 5. 5-i 2-yə vuranda 10. 10-u 4-ə vurduğumuz zaman edir -40. mn. Əmsaldan -40 variant A variantı. Dördüncü sual. Şəkildəki fiqur, bax burada göstərilir artıq, yəni şəkildə düşür. Düzbucaqlı kvadratda sahələrini tapırıq, x, y ilə ifadə edirik. Kvadratın sahəsi düsturu biz bilirik ki, A-nın kvadratıdır. Kvadratın bir tərəfini x verib, deməli x-in kvadratı olacaq. Düzbucağının sahəsi A vurulsun B-dir. Bir tərəfi 8-dir, bir tərəfi y-dir. Yəni olur 8y. Bunları da əvəz etdiyimiz zaman x kvadratı plus 8y və yaxud 8y üstə gələk x kvadratı, yəni C variantı. Beşinci sual. Bu şəkildə qoyum. 15-də 8 vurulsun x vurulsun 4-də 3y vurulsun 12. Mümkün olan ixtisarları gəlin aparaq. 8 ilə 4-ü 2-yə, 3 ilə 5-ə getdi. Yuxarıda qaldı 12, 2 vurulsun 5-də 2 x vurulsun y vurulsun 12. Yəni 24 x, y bölünsün 5'e. Böyle 24'ü 5'e böldüğümüz zaman 4,8 x, y gelir. Variant olarak B variantı. 6. sual. Deyir ki, A'nın yerine elə ifadə yazın ki, 18AB vurulsun A bərabərdir 144 ABC'ye. Yəni eyni qayda ilə A-nı buradan biz tapmaq üçün 144 ABC'ni bölməliyik 18 AB'yə. Dedik ki, bu A'lar B'lər eyni olduğuna görə bölünür. 144'ü də deməli 18'ə böldüyümüz zaman 8 edir. A bərabərdir 8C'yə. 8C variant ilə C variantı. 7. sual. A bərabərdir 0,8, B bərabərdir -6 olduqda 5A çıxılsın 7B ifadəsinin qiymətini hesabla. Yəni 5 vurulsun 0,8 çıxılsın 7 vurulsun -6-ya. 5'i 0,8'ə vuranda 4 üstə gələk 42 bərabərdir 46 D variantı. 8. Televizorun qiyməti T manatdır. Soyuducunun qiyməti S manatdır. Televizorun qiyməti 5% qaldırıldı. 5% qaldırılma demək üstə gəlmək deməkdir. Yəni 100 üstə gələk 5 eləyir 105%. 105% demişdik nədir? %105 deməkdir. Yəni 1,5 T. Soyuducunun qiyməti isə 10% qaldırılıb. 100 üstə gələk 10, bu eləyir 110%. Bu da nə deməkdir? %110 deməkdir. İxtisar elədiyimiz zaman eləyir 1,1 S. Sonra nə deyir? Bir ədəd alan alıcı nə qədər pul ödəməlidir? Yəni 1,5 T üstə gələk 1,1 S. Yenə diqqət edin T ilə S variant olaraq A variantı. 9. misal. -19m çıxılsın 12k üstə gələk 20k. Toplananların cəmi şəklində yazmağı deyir. Sonra əmsalları toplayırıq. Deməli olur -19m üstə gəlinsin. -12k üstə gələk elə 20k. Əmsalları -19 üstə gələk -12 üstə gələk 20. Ötərizədən azad eləyək, rahat olsun. Üstə gələk 20. -19'dan deməli 12'ni çıxdığımız zaman biz toplayırıq qarşısında mənfi işarəsi -31 üstə gələk 20 bərabərdir -11. C variantı və sonuncu 10. sualımız. -6A üstə gələk 7B çıxılsın 5 ifadəsi verir. Birincidə deyir ki, A bərabərdir 7'dir, B bərabərdir -6'dır. Gəlin yazaq. -6 vurulsun 7, üstə gələk 7 vurulsun -6'ya çıxaq 5. -6'nı 7'yə vurduğumuz zaman -42 çıxılsın yenə 42
çıxaq 5. Bunda cavab verir mənfi 89. Uzun yazmırıq. İkinci sual ən azından toplama çıxmanı biz bilməliyik. B bərabərdir 4-ə. Gətirək yenə yerində yazaq. Mənfi 6 vurulsun mənfi 3. Üstə gələk 7 vurulsun 4. Çıxaq 5. Müsbət 18 üstə gələk 28. Çıxaq 5-ə. Bu edir 41. Və sonuncusu üçüncüsündə nədir? A bərabərdir mənfi 8. B bərabərdir mənfi 6-ya. Mənfi 6 vurulsun mənfi 8. İşarələri çalışın. Diqqət edin. Çıxılsın 5-ə. Mən yazdıqlarıma da diqqətlə baxın. Ola bilər ki, səhv yaza bilərəm. Gözdən nəsə qaça bilər. Bu edər 48, çıxılsın 42, çıxaq 5. Bu edər 1. Gəlin variantından tapaq. Birinciyə tapmışıq mənfi 89, yəni 1E. İkinciyə tapmışıq 41, 2A. Üçüncüyə də tapmışıq 1, 3D. Keçdik C variantına. C variantı elə bunun üstündə yazmaqda, elə burada yazacağım. Yəni C variantı adətən açıq suallarını verir, elə bu şəkildə yazsaq daha rahat olar. Deyir, bir qazanda 25 litrdir. İkinci qazanda, bax yenə, bir qazan 25 litrdir. İkinci qazanda deyir ki, bundan A litr çoxdur. Yəni 25 üstə gələk A olur da. İki qazanda deyir, cəmi neçə litr süd var? 25 üstə gələk 25 üstə gələk A bərabərdir 50 üstə gələk A litr, yəni süd var. A-ya verir mənfi 2, B-yə verir mənfi 3. Deyir ki, A-nın kubu üstə gələk B-lə A üstə gələk B kubunun qiymətini hesabla müqayisə elə. Gəlin yazaq, mənfi 2-nin kubu üstə gəlinsin mənfi 3. Mənfi 2-nin kubu eləyir mənfi 8. Mötərizdən bunu azad edən çıxaq olur. Olur mənfi 11. A mənfi 2 üstə gələk B-nin kubu. Mənfi 3-ün kubu. Mənfi 2 üstə gələk mənfi 3-ün kubu mənfi 27 edir. Bunu da açdığımız zaman mənfi 2 çıxılsın 27 bərabərdir mənfi 29. Mənfi 11 əlbəttə ki böyükdür mənfi 29-dan müqayisə edədiyimiz zaman. Üçüncü sual. Bərabər yanlı üçbucağın oturacağı A santimetrdir. Yan tərəfi isə B santimetrdir. Gəl bunu burada göstərək. Biz bilirik ki, bərabər yanlı üçbucaq bu şəkildədir. İndi siz bilin ki, bunlar bərabər. Bərabər yanlı üçbucaq nə deməkdir? Bu tərəfləri bir-birinə bərabərdir, yan tərəfləri. Oturacağı mən A desəm, burada bir B desəm, burada bir B desəm. Məsələn, bərabər yanlı üçbucağın perimetr düsturunu desəm ki, yazın, nətər yazarsınız? A üstə gələk 2B. Çünki üçbucağın A üstə gələk B üstə gələk C deyil. Bunun bir tərəfi A-dır, bir tərəfi B-dir. Bu üçüncü tərəf də B-dir. Yəni bu C-nin yerinə bir B qoyuruq. B üstə gələk B 2B üstə gəlinsin A. Yəni bu olur, perimetr hesablayanda P bərabərdir A üstə gələk 2B. Sonra A-nın yerinə 12 qoy. P bərabərdir 12 üstə gələk 2 vurulsun 19. O da bərabərdir 38 üstə gələk 12 bərabərdir 50-yə. Bu şəkildə. İfadələrin deyir əmsalını tap. 8 ilə 4 2-yə gedir, 9 ilə 3 3-ə gedir, 27 ilə də 3 9-a gedir. Olur 9x, y. Sonra nə deyir bizə? Deyir ki, əmsalını tapın, əlbəttə ki 9. Sonra 9,6 ilə bunu çevirək. 1,6-da 5-i çevirdiyimiz zaman, bura görə yaza bilək, buradan yazıram. 9,6A vurulsun, 6 birim 6, 6-ın üstünə 5 gələndə eləyir 11B vurulsun 12-yə. Bərabərdir, bax buradan yazıram. 9,6 ilə 6-nı deməli ixtisara apardığımız zaman burada 1,6 qalır. Olur 1,6A vurulsun 11B vurulsun 12-yə. Bu da edir 35 tam deməli onda 2. A, B-yə. Əmsalı 35 tam onda 2. Bu şəkli mən sizə göstəreyim. Bax bu şəkildədir. Şəkildəki fiqur 2 kvadrat, bir düzbucaqlı 3 bucaqdan ibarətdir. Sahələrini tapaq gəlin birinci. Deməli, birinci kvadratın sahəsi. Kvadratın bir tərəfini 6 cm verir. Biz demişik ki, A kvadrat olduğuna görə 6-nın kvadratı eləyəcək 36. İkinci kvadratın bir tərəfinin uzunluğuna x verib. Yəni, x-in kvadratı. Bu şəkildə yazıq. İndi biz 3 bucağı tapmalıyıq da. Qoyun buradan elə mən göstəreyim. Dəqiq görün, çəkə biləcəyimi belə. Aha. Buranı 6 veribsə, burada 6-dır. Bura 6-dırsa, deməli bu hissə də 6-dır. Yəni, üçbucağın bu tərəfi də 6-dır. Bu hissəni x verib.
Deməli, üçbucağın bu hissəsi də x olacaq. Düzbucaqlı üçbucağın sahəsi düsturunu biz necə tapırıq? S bərabərdir A vurulsun B-yə bölək 2-yə. Deməli, A-mız 6-dır, B-miz x-dir, bölək 2. 6-nı 2-yə bölür, 3x olur yəni. Bizim indi ifadəmiz nə şəkildə olur? Ümumi ifadə yazdığımız zaman. 36 üstə gələk x-in kvadratı, üstə gələk 3x. İndi bizə deyək ki, x bərabərdir 8 olanda fiqurun sahəsini tapın. Gətirib yerinə yazırıq. 36 vurulsun 8, üstə gəlsin 8-in kvadratı 64. Üstə gələk 8 3-ə vuranda 24. Bərabərdir 124-ə. Bu şəkildə. 6-cı. A məntəqəsindən yola düşən avtomobil 3 saat A kilometr saat, sonraki 4 saat ərzində B kilometr saat sürətlə hərəkət edərək B məntəqəsinə çatdı. Burada bilməli olduğumuz nədir? Deməli, zaman hansı hərflə işarə olundu? Buradan yazıram. T 3-dür. A kilometr bölü saat sürətdir də V bərabərdir. Deməli, A-dır. V var, T var. Bizim nəyimiz yoxdur? S-imiz yoxdur. Yəni, düsturumuz S bərabərdir. V, T-dən yola çıxaraq tapılır. Yəni, olur. Biz buradakı yolun uzunluğun A və B ilə ifadə eləməkdən ötürü S bərabərdir 3 vurulsun A, üstə gələk 4 vurulsun B. Yenə 4 saat T bərabərdir 4-dür, V bərabərdir B-dir. Bu şəkildə ifadə elədik. Sonra deyir ki, bu birincidir. İkinci, A-ya 95, B-yə 80 verəndə S bərabərdir 3 vurulsun 95-ə, üstünə gəl 4 vurulsun 80. 3-ü 95-ə vuranda 285, üstə gələk 320. Bu da edər 605. Bu şəkildə. Deyirmi ki, 7. Mağazada malın qiyməti əvvəl 15%, sonra isə daha 20% endirildi. Əvvəlki qiyməti x manat olan malın endirimdən sonraki qiymətini tapmaq üçün ifadə yazın. Malın qiyməti x-dir, yəni bilmirik. Əvvəl 15% endirilib. Yəni 100-dən çıxılıb 15-i, qalıb 85%. Yenə 85% %85 deməkdir. Bu elə 0,85 x. Axı, mən bilmirəm malın qiyməti nə qədərdir. Sonra deyir ki, yenə 20% endirilib. 100-dən yenə çıxaram mən 20-ni. Eləyər 80%. Yenə 100-də 80, 0,8 deməkdir də. 0,8. X manat olan malın endirimdən sonraki qiymətini tapmaq üçün ifadə yazın. Yəni, 0,85 x vurulsun 0,8-ə. Bu deyilir 0,68 x. Yəni, bizim ifadəmiz bu şəkildə olur. 8-ci sual. 4A üstə gələk 5B bərabərdir. Deyir ki, ifadəsinin qiymətini hesablayın. Burada A üstə gələk B-ni verir. Onu yazım. A üstə gələk B bərabərdir deyir 5. B-yə də 1,6 verir. Yəni, mən yazaram ki, A üstə gələk 1,6. Bu B-ni gətirib burada yerinə qoyuram ki, mən tapa bilim də A-nın qiyməti neçədir. Bərabərdir 5-ə. Buradan bu şəkildə yazıram. A-nı necə tapırıq? A bərabərdir 5 çıxılsın 1,6-ya. 5-dən də 1,6 çıxanda olur A bərabərdir 3,4-ə. Deməli, A 3,4-dür, B 1,6-dır. 4 vurulsun 3,4, üstə gələk 5 vurulsun 1,6. 4-ü 3,4-ə vurduğumuz zaman eləyir 13,6. Üstə gələk. 5-i də 1,6-ya vurduğumuz zaman 8 edir. Bunları da topladığımız zaman 21,6 edir. M8x-5, N də bu şəkildə ifadələri verilib. Deyək, qiymətlərində M və ifadələri müqayisə edin. Bunu bu şəkildə yazaq. Burada yer az olacaq. Ya da dayan görək. Aha, M. X-in yerinə 1 qoysam, 8-i 1-ə vuranda. Qoy geniş yazım. Ürəyimdə rahat olsun. Ki, heç kimin sualı qalmasın. Deməli, x bərabərdir 1 olanda. M bərabərdir 8x çıxılsın 5 yazıb. 8-i vuraram 1-ə, çıxaram 5. 8-dən 5 çıxanda eləyəcək 3. Yazaq M-in qiymətini 3. İndi N-i tapaq. N də bərabərdir 4x üstə gələk 3. Yəni 4 vurulsun 1 üstə gələk 3. Bu eləyir 7. Axırda müqayisə eləyərik. Qoy yazaq hamısını. X bərabərdir 2 olanda M-in yerinə 8 vurulsun 2-yə çıxılsın 5. Birbaşa yazaq. 8, 2, 16-dan 5 çıxanda eləyəcək 11. N-in qiymətinə 4 vurulsun 2 üstə gələk 3. 4, 2, 8, 8-in üstünə 3, 11. Deməli, burada M-i də 11 aldıq, N-i də 11 aldıq. Üçüncüsündə X bərabərdir 3 verir. M bərabərdir 8-i vur 3-ə çıx 5. 8 3 24. 24-dən 5-i çıxdığımız zaman 19.
N'in qiyməti 4 vurulsun 3 üstə gələk 3. Yəni 12 üstə gələk 3 elədi 15. Deməli burada M oldu 19, N oldu 15. Gəlin müqayisə eləyək. Əlbəttə ki, M kiçikdir N'dən, M N'ə bərabərdir, M böyükdür N'dən. Bu şəkildə. Sonra 10-cu misalı da burada geniş yazaq. Birincisində deyir ki, x bərabərdir mənfi 4, y bərabərdir 2,4-ə. 3x çıxılsın 5y çıxılsın 17 ifadəsində yerinə qoymalıyıq. 3 vurulsun mənfi 4, çıxılsın 5 vurulsun 2,4, çıxılsın 17-yə. 3-ü mənfi 4-ə vurduğumuz zaman buradan yazaq. Mənfi 12 çıxılsın. 5-i 2,4-ə vurduğumuz zaman 12 çıxaq 17. Mənfi 12-dən mənfi 12 çıxanda mənfi 24 çıx 17 bərabərdir deməli. Mənfi 41 eləməlidir. Aha, mənfi 41. İkinci. X bərabərdir 6, y bərabərdir mənfi 3,6. Artıq birbaşa yazıram. 3x 3 vurulsun 6, çıxılsın 5 vurulsun mənfi 3,6, çıxılsın 17. 3 6-ya vuranda 18, mənfi 5-i mənfi 36-ya vuranda müsbət 18, çıxılsın 17. Bu da edir 36 çıxaq 17 bərabərdir 19-a. Və sonuncusu x bərabərdir mənfi 5 görünür. Aha. Y bərabərdir mənfi 2,2. 3 vurulsun mənfi 5 çıxaq 5 vurulsun mənfi 2,2 çıxaq 17. 3-ü mənfi 5-ə vuranda mənfi 15 üstə gələk bu eləyir 11 çıxaq 17. Mənfi 4 çıx 17 o da mənfi 21. Gəlin indi variantların düzək. Bir də tapmışıq ki mənfi 41-dir. Yəni 1 D-dir. İkinciyə tapmışıq 19 yəni 2B-dir. Üçüncüyə də tapmışıq mənfi 21 yəni 3C-dir. Bu şəkildə. Və nəhayət gəldik sonuncu D variantına. Deyir ki, bir yeşidi 23 kiloqramdır. İkinci yeşidi isə bundan A kiloqram azdır. Cəmi deyir, nə qədər, neçə kiloqram armud var? 23 üstə gələk 23 çıxılsın A-ya. Yəni 46 çıx A. Bu şəkildə. X-in kvadratı çıxaq 2y-i hesablayırıq. Sonra y-in kvadratı çıx 2x-i hesablayırıq. X-in kvadratı yazaq. Mənfi 4-ün kvadratı çıxılsın 2 vurulsun mənfi 5. Mənfi 4-ün kvadratı eləyir müsbət 16. Mənfi 2-ni 5-ə vuranda müsbət 10. Bu eləyir 26. Y-in kvadratı mənfi 5-in kvadratı çıxılsın 2 vurulsun mənfi 4. Mənfi 5-in kvadratı 25. Üstə gəlinsin 8. Bu deyilir 33. Müqayisə eləyəndə 26 kiçikdir 33-dən. Deyir ki, düzbucaqlı üçbucaq A santimetr uzunluğu, N isə B santimetrdir. Perimetrini tapın deyir. Hesablamaq üçün ifadə yazın. P bərabər düzbucaqlının perimetri bilir ki 2A üstə gələk B-dir. 2 vurulsun. Bu birincisi. İkincisi A-ya 21 verir. P bərabərdir 2 vurulsun 21 üstə gələk 15-ə. Da bərabərdir 2 vurulsun 36-ya və 72. Burada ifadənin qiymətini hesablamağı istəyir bizdən. 84 ilə 7 ixtisar gedir 28. Daha doğrusu edir 12. 12 ilə də 3 ixtisar gedir qalır 4. Deməli 4 vurulsun 2 vurulsun 5. 4-ü 2-yə vuranda 4 2 8 8 5-im 40 40 x y. Əmsal 40. Sonra burada 1,6 ilə 4 ixtisar gedir. Deməli olur 0,4. 3-ü 0,4-ə vurub 24-ə vurduğumuz zaman 28,8 AB edir. Əmsalda 28,8. Burada yenə şəkil var. Mən indi bunu göstəreyim. Burası 8 olduğuna görə burada 8-dir. Bura 24 olduğuna görə üçbucağın digər tərəfi də 24-dür. Deyir şəkildə fiqur 2 düzbucaqlı və 1 düzbucaqlı üçbucaqdan ibarətdir. Sahələrini tapaq. Birinci düzbucaqlının tapaq. Düzbucaqlının sahəsi A vurulsun B olduğuna görə 8 vurulsun X-dir biri. İkinci düzbucaqlına 20 A vurulsun B yenə 24 vurulsun Y-dir. Yəni şəkli siz dəftər üzdə çəkib o şəkildə də yaza bilərsiniz. Mən sadəcə burada göstərə bilmirəm.
Üç bucaqda isə düz bucaqlı üç bucaqda isə A vurulsun B bölünsün 2-dir. Yəni 8 vurulsun 24 bölünsün 2-yə. Bu da edir 96. Sonra deyir ki, ifadəni x, y olan ifadəmiz nə şəkildə olur? Olur bizim bu şəkildə. 8x üstə gələk 24y üstə gələk 96. Sonra gətirib x, y yerinə yazırıq. 8 vurulsun 12 üstə gələk 24 vurulsun 9 üstə gələk 96. Bərabərdir 8 12-yə vurduğumuz zaman elə 96 edər. 24-ü 9-a vurduğumuz zaman 216 edər. Üstə 96. Bunda hamısını hesabladığımız zaman 408 edir. 6-cı sual. Leyla qiyməti 6 manat olan A sayda albom və qiyməti 4 manat olan B sayda qələm aldı. Leylanın nə qədər pul ödədiyini hesablamaq üçün ifadə yazın. Yəni 6A üstə gələk 4B. Bu şəkildə. İkincisində deyir ki, 6 vurulsun 6 üstə gələk 4 vurulsun 8. 6-nı 6-ya vuranda 36, 4-ü 8-ə vuranda 42. 42 niyə 32? Bərabərdir 68-ə. 7-ci sual. Marketdə malın qiyməti əvvəl 10% qaldırıldı, sonra 20% qaldırıldı. Malın qiymətini bilmirəm nə qədərdir. Yəni A manatı bizə verir də. Sanki biz A-nı 10% artırırıq. 100 üstə gələk 10 bərabərdir 110. 110% demişik nə deməkdir? 110 deməkdir. Bərabərdir bu eləyir deməli 1,1 A. Yəni marketdə malın qiyməti ilə həmən əvvəlki qiymət A manatdır deyir. Əvvəlki qiymət mən tapdım ki 1,1 A-dır. Sonra deyir ki 20% də qaldırılıb. 100 üstə gələk 20 olub. Bu olub 120%. Yəni bu 100-də 120 deməkdir. 1,2. Həmən bu ifadəni qiyməti tapmaq üçün ifadə yazanda 1,1 A vurulsun 1,2. Bu da 1,32 A-ya. 8-ci misal. 8-də deyir ki x minus y 9'dur. Y-ə də 3,8 verir. Biz bu təmrini həll eləyək. Yəni yerinə yazaq. Y-ə tapaq ki, burada x nədir? 9 üstə gələk 3,8. X də deməli bərabərdir 12,8-ə. X 12,8-dir. Y 3,8-dir. Gətirib ifadəmizdə yerinə qoyaq. Vurulsun 12,8 çıxılsın. 3 vurulsun 3,8-də. 64 çıxılsın 11,4. O da bərabərdir 52,2-yə. Sonra yine burada biz gəlin bir yazaq. X bərabərdir 1 olduğunda A bərabərdir 2-ni 1-ə vuranda 2, 2 vurulsun 1 üstə gələk 9. Yəni 2 üstə gələk 9 bərabərdir 11-ə. B bərabərdir 6 vurulsun 1 çıxılsın 3, 6 çıxılsın 3 bərabərdir 3-ə. Axırda yazarıq hamısını. 2 yox 3 verir. A bərabərdir 2 vurulsun 3 üstə gələk 9. 2-ni 3-ə vuranda 6. 6-nın üstünə 9 gələndə eləyir 15. B də bərabərdir 6 vurulsun 3 çıxılsın 3. 6 üçün 18. 18-dən 3 çıxanda yenə 15 eləyir. X bərabərdir 4 olanda A bərabərdir 2 vurulsun 4 üstə gələk 9. 4 2 8 üstə 9 eləyir 17. B də bərabərdir 6 vurulsun 4 çıxılsın 3. 6 üçün 24. 24-dən 3 çıxanda eləyir 21. Gəlin burada bunları yazaq sonra. Deməli A-ya tapdıq 11. B-yə tapdıq 3. A-ya tapdıq 15. B-yə də tapdıq 15. Burada A-ya tapdıq 17. Müqayisə eləməyi soruşur bizdən. Əlbəttə ki, A B-dən böyükdür. A B-yə bərabərdir. A B-dən kiçikdir. Bu şəkildə. Və sonuncu 10-cu misalımızda yazaq. Buradan yazaq. Bir də nə deyir? A bərabərdir -2,5. B bərabərdir 3-ə. Gətirin yerinə qoyaq. 8 vurulsun -2,5 üstə gələk 7 vurulsun 3 çıxaq 12 bərabərdir. 8-i vurduğumuz müsbət 20 üstə 21 çıxılsın 12. Bu bərabərdir 29 edir. İkincisi A bərabərdir 3,5 B bərabərdir -5. -8 vurulsun 3,5'ə. Üstə gəl. Niyə metəcədə yazdım? Yox, 7 vurulsun -5 çıxılsın 12. Deməli, -28 çıxılsın 35 çıxaq 12.
Bu edir mənfi 75. Və sonuncusu A bərabərdir 4,5, B bərabərdir mənfi 6. Mənfi 8 vurulsun 4,5. Üstə gələk 7 vurulsun mənfi 6, çıxaq 12. Bu edir mənfi 36, çıxaq 42, çıxaq 12. Hesabladığımız zaman mənfi 90. Gəlin variantında yazaq. Elə burada yazsaq yaxşı olur. 1'ə tapmışıq 29, 1E. 2'ye tapmışıq mənfi 75, C. 3'e də tapmışıq mənfi 93, A. Bu şəkildə bu tapşırıqlarımız da burada yekunlaşdı. Kanalımıza dəstək olmağı unutmayın.